Dərs 20 mövzu 2 formatlaşdırmanın əlavə imkanları. Biz şrift adlanan pəncərəni ekrana çağırdıq və bu dəfə biz mətn üzərində müəyyən video dəyişikliyi aparmağa çalışacağıq. Məsəl üçün, əgər burada zaçerknikli sətri seçilərsə, nümunə sahəsində biz mətnimizin üzərindən xətt çəkmiş oluruq. Yəni, nümunədə bu göstərilir. Zaçerknikli işarəsini yığışdıraq. Dvayno zaçerkvini isə sözün üzərindən 2 qat xətt çəkməyə imkan verir. Diqqət edin, 2 qat xətt çəkildi. Steno isə mətni kölgə ilə yazmaqdır. Biz bunu əyani tətbiq etmək üçün ilk növbədə biz bu pəncərəyə təşrif düyməsini sıxaq, pəncərədəki sözü qeyd eləyək və onun ölçüsünü bir qədər böyüdək. Əlbəttə, ölçüsünü böyütmək üçün klaviaturanın düymələrindən də istifadə etmək olar. Məsəl üçün, mən buraya yazdım 60 və beləliklə bizim sözümüz 60 punkt ölçüsündə böyüdü və biz mətnimizi qeyd etdik. Format alətlər daha doğrusu menüsünə daxil olduq, şrift əmrini seçdik. Əgər steno adlanan sətr işarələnərsə və OK düyməsini sıxılarsa, bu zaman nümunə sözünə müəyyən bir kölgə tətbiq olundu. Əməliyyatın təklifi üçün biz Alt-Menü düyməsini sıxaq. Format və şrift əmrindən yenidən daxil olaq. Counter adlanan sətr seçilərsə, bu zaman artıq mətnin daxilindəki olan fon rəngləri itdi və mətnin kənar xətləri qaldı. Yəni, konkret olaraq hərflərin. Əməliyyatın təklifi üçün Alt-Menü düyməsini sıxdıq. Format şrift əmrinə daxil olaq. Pripodnyata adlanan sətr seçilərsə, bu zaman mətnimiz bu şəkildə görsənəcək. Alt-Menü düyməsini sıxaq və yenidən format şrift əmrinə daxil olaq. Utamlyonlu sətri isə hesab eləyək ki, mətnin içəriyə doğru batıb. Bu forma. Bu video dəyişikliklə bağlı olan nəticədir. Təklif üçün biz Alt-Menü düyməsini yenidən sıxırıq. Eyni adlı əmri yenidən çağıraq. Malo propisanı isə bütün mətnin birinci hərf böyük qalmaq şərti ilə digər hərflərin böyüdülməsi ilə nəticələnir. Əməliyyatını təklif eləyək və digər əmrləri yoxlayaq. Məsəl üçün, C propisanı adlı sətri seçilərsə və OK düyməsi sıxılarsa, bu zaman mətnimizin bütün hərfləri eyni formada böyüdülür. Hesab eləyək ki, kapslok rejimində həmin mətn daxil olunub. Və format abzas əmrini, şrift əmrini sıxaq və buradakı nəticənin birini, məsələn, scriptor mətninə daxil eləyək. Və gördüyümüz kimi mətnimiz gizlədildi. Əməliyyatımızı təklif eləyək. Format şrift əmrini seçək və digər əmrlər isə nadsroşnu və patsroşnu tətbiqi üçün biz hökmən digər əməliyyat ardıcıllığını seçməliyik. Biz C propisanı adlanan sahədən işarəni yığışdıraq və bu mətnimizi ləğv eləyək. Ləğv etmək üçün klaviaturadakı delete düyməsini sıxıb. Məsəl üçün, bizə nümunə olaraq yazmaq lazımdır x2. Əgər biz 2-ni x-in kvadratı üzərində yazmaq istəyirsə, yəni yuxarı hissəsində, bu üçün 2 rəqəmi qeyd olundu. Format menüsünə daxil olub şrift adlanan əmri seçdik. Nastroçnu sahəsi həmin 2-nin hərfin yuxarı hissəsində yazmağa imkan verir. Yəni, bu dəfə alındı bizim yazımız x-in kvadratı. Əgər biz əməliyyatımızı təklif eləsək, format şrift əmrini yenidən seçsək, patsroçnu sətrini işarələsək, bu zaman OK düyməsini sıxsaq, görəcəyik ki, x artıq aşağı simvola doğru yazıldı. Formatlaşdırmanın əlavə imkanları şrift səhifəsi ilə tanış olduq və şrift səhifəsi şriftlə bağlı olan əməliyyatlar ardıcıllığını yerinə yetirildi. İnterval səhifəsi isə sırf mətnlər üzərində intervalı yerinə yetirir. Mən əməliyyatımızı bir neçə pillə geri qaytaracağım ki, konkret nümunə yazısını biz qaydaq və biz yazılar arasındakı olan müəyyən məsafələri bəzən spacebar düyməsini, yəni aralıq məsafəsi düyməsini sıxmaqla yerinə yetiririk. Bu əməliyyat ardıcıllığı bir növ səhvlik yaradır. Çünki əgər Word proqramının formatlaşdırma menüsü varsa, deməli belə bir imkan da orada mövcuddur. Biz interval səhifəsinə daxil olaq. Bu ilk növbədə masştab sırf şriftin faizini böyütməklə məşğuldur. Məsəl üçün, hal-hazırda şriftin faizi 100% görsənir. Əgər biz bunu 200% etsək və OK düyməsini sıxsaq, bu zaman diqqət edin, gördüyümüz kimi şriftin ölçüsü olduğu kimi qaldı, lakin şriftlərin görünüş faizi böyüdü. Əməliyyatımızı təklif etmək üçün Alt-Menü düyməsini sıxdıq və format menüsünün şrift adlanan əmrinə yenidən daxil olduq. Interval adlanan xüsusi bir sahə mövcuddur. Həmin interval məhz
sözlər deyil, hərflər arası intervalı tənzimləmək üçün nəzərdə tutulub. Əlbəttə, sözlər arası intervalı və yaxud da mətnlər arası biz intervalı xüsusi formatlaşdırma alətlər panelində olan междустрочный interval adlanan düymə ilə biz yerinə yetiririk. Amma burada isə sırf interval adlanan xüsusi bir səhifə mövcuddur və biz həmin səhifədən razрешенный deyilən bir sətri seçək və onu bir neçə punkt qaldıraq. Məsələn, bunun üçün biz konkret olaraq yazdıq 10 və OK düyməsini sıxdıq. Beləliklə, artıq hər bir hərf arasındakı məsafə 10 punkt qədər böyüdür. Yəni əgər biz 10 punkt qədər böyütmək istəyirdiksə, bunu klaviaturada da yerinə yetirə bilərdik. Lakin bu əməliyyat ardıcıllığı cəhətdən səhv bir anlayışdır. Ola bilər ki, biz əməliyyatımızı təşkil edək və hərflər bir-birinin içərisinə doğru girsin. Bunun üçün format menüsünə daxil olub şrift və eyni adlı interval səhifəsi seçilir. Bu zaman razрешенный yox, uplotnenный deyilən bir xüsusi əmr verilir və mən bu sahədə, məsəl üçün, deyək ki, 10 yazaq və OK düyməsini sıxaq. Gördüyümüz kimi şriftlər artıq bir-birindən daxilinə doğru irəlilədi. Və bu da Word proqramında tətbiq olunan əməliyyatlar sırasındadır. Digər mövzumuz isə seçilmiş mətnə animasiya effektinin tətbiqi olacaq. Çox sağ olun.